Türkiyədə nəşr olunan Leman jurnalı barəsində istintaq başladılıb. Yenavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb jurnalda dərc olunmuş karikaturalardan birində Həzrəti Məhəmməd və Həzrəti Musanın təsvir edilməsi iddiasıdır. Ədliyyə naziri Yılmaz Tunç jurnal haqqında İstanbul Respublika Baş Prokurorluğu tərəfindən dini dəyərləri açıq şəkildə təhqir etmək ittihamı ilə istintaq başladıldığını açıqlayıb. Baş Prokurorluq karikatura ilə bağlı 4 nəfərin saxlanılması barəsində qərar verdiyini bildirib. Həmin şəxslər arasında karikaturanın müəllifi, jurnalın 2 redaktoru və məsul redaksiya müdiri yer alır. Baş Prokurorluq hadisə ilə bağlı ictimaiyyəti məlumatlandıracağını qeyd edib. Daxili İşlər naziri Ali Yerlikaya isə karikatura müəllifinin saxlanıldığını açıqlayıb. Digər tərəfdən sosial şəbəkələrdə təşkilatlanmış Böyük Şərq Akıncıları Dərnəyinin çağırışı ilə toplaşan qruplar Leman jurnalının binasına hücum ediblər. Binanın qapıları və şüşələri sındırılıb. Daha sonra polis müdaxilə edib. Leman jurnalı məsələ ilə bağlı açıqlama yayıb. Stat: burada karikatura müəllifi İsrail tərəfindən öldürülmüş bir müsəlmanı təsvir edərək məzlum müsəlmanların haqlılığını göstərmək istəyib. Dini dəyərləri təhqir etmək kimi bir məqsəd əsla yoxdur. Bizə yapışdırılan bu ləkəni qəbul etmirik, çünki Peyğəmbər Əfəndimizin heç bir təsviri yoxdur. Bu karikaturanı belə yazmaq üçün çox pis niyyətli olmaq lazımdır. Statın sonu. Bundan əlavə jurnalın sözü gedən sayı ilə bağlı müsadirə qərarı verildiyi bildirilib. Əldə edilən məlumata görə Baş Prokurorluq tərəfindən jurnalın sosial media hesablarına girişi məhdudlaşdırılması üçün də zəruri tədbirlər görülməyə başlanılıb.